Kardeş 38 gündür Sarkan'ın içinden giden Boztepe kanalına su verilir. 38 gündür. Cemi cümletanı Sarkan'ya 2 gün su verirler. 2 gün. İşi bizim sahi reisi, bu kanalın sahi reisi. Yoksa suya o bakır. Olup az değil. Diğer men dediğim olmalı. Şunuza boya diğer ki şunuzu yendir. Ben şunuzu kalkız elim yer sulamağa. Şunuza boya der git dalaşçıyla başını vur yardır. Ben onun işine bakacağım. Ben onu polisine içeri attıracağım. Bizi polis dinlediler. Özlerinin 200 hektar yerleri var. Asude yerleri. Paytor balığı kalıp burada. Onlara parıp kosmos yerlerin, asude yerlerin sulurlar. Biz de kalmışız burada zulümden. Benim 50 yaşında gidip gece suluz kalkızıp soğurluk eleyen baktım. Ben suyumu niye vermem? Pulumu da köçtümüşüm. Ödediğim pul. 2 hektar özümün şahsen, özümün takılım var. 4 hektar təzə yoncam var, heç biri sulaya bilmir. Mənim kimdə 100 hektarlarla kətdə sahələr, təzə yoncalar takırlar. Hamısı qalıb başlı başına. Şuluzavoya der, şuluzu yendir, bize der, süt vereceğim, narahat olmayın. Şuluzavoya der, şuluzu yendir, su verin. Adı İsa'dır. Özü İmiştiray'ın Oruçlu kendinden. Aşağılarda doların böyle hektarlarla yerleri var. Ben indi familyasını bilmirəm, İsa'dır adı. Tereşeme restoran var Oruçlu'da. Hemin tereşeme restoranın sahibi. Suyun arasında da burada da sahil eksiştir. Eğer burada benim Bağdat'ta korkarım. Hiç kimi tanımır. Hiç kimi eşittir. Hiç kimi saymır. Ben de bu kəndin sakiniyim. Bilirsən, yəni dediyim məqsəd nədir? Görürsən ki, bax hal-hazırda bunlar hamısı sahədə yer sulayanlardır. Yəni hər küçənin özünün yeri var. Bizi bir neçə il bundan qabaq bizə dedilər ki, su gələsidir. 2 il faktı bizim bu qolu ki qurutdular. Yəni su gəlmədi. Kənd yəni gözlü durdu. Düzdür, mən deyəmərəm ki, başqa bir kəndlər də var, yəni hamısı bu kəndə qarışır. Gözlük durduq, həmən bu su gəldi. Bu su gələndən sonra, indi gəlin belə danışaq. İndi hələ bu su, mən suyun üzündə mən ara suyu görmürəm. Bu su şolsudur. Bax bu suyu göstər su. Biz görmüşük ki, dədə-babadan. Mən şahlığımda görmüşəm ki, suyun rəngi dədə-babadan qumlu olar, sarı rəngi olar. Yəni ara suyu bax bu deməkdir. Bu şoldur. Hələ mən bilmirəm ki, biz hal-hazırda bu bitkiyə verdiyimiz su, görək bu, yəni bu su, şor suyu olacaq, yəni nətər deyim, ara suyu. Yəni bu da yəni məlumdur. Qaldı ki, suyun ki, bu cəmaətin ki sulamağı, mən bilmək istəyirəm ki, hal-hazırda bilmək istəyirəm. Düzdür, məndən öncə yəni bizim qardaşlar danışdı, mən yəni bilmək istəyirəm ki, bu su hal-hazırda, bax bu su, bax bu zonaya, yəni Əlqular Alpanası olur, bu su kimə gedir? Bax, mənə lazım bax budur. Biz su sulaya bilmirik. Yəni faktı kəndimizin, yəni Sərxanlı cəmaatının, Buludlu cəmaatının, yəni hamısı bir yerdə, bu kənd 10 mindən yuxarı abonenti var. Yəni ahalisi var. Bunun hamısının hektarları var. Az çox 1 hektar, 2 hektar. Yəni sözün məqsədi yəni bu deməkdir ki, yəni 10 min ola keçir bu tərəfdən Əlqullara, Alpanaqlı. Mən demirəm Əlqullar, Alpanaqlı, o da bizim el, ova, millətimizdir, kəndimizdir. Amma söhbət nədən gedir? Söhbət ondan gedir ki, yəni bu kəndə, yəni o da həmin ola da sulamalıdır. Amma su qanunla belə danışaq ki, yox, ayın 1-nə kimi siz sulayın növbədən, o biri. Bizi belə anlatmaq lazımdır. Hər küçə, ay 5 gün o sulayacaq, 10 gün o sulayacaq, bizə də bu lazımdır. Bax, hamımızın qayda qanunu var. Nətər 10 min cəmaatı ola, Alpanaqlı da, Əlqulların 4 dənəsində topa vursan, yəni bu kəndin cəmaatından çatmır. Sən bu boyda kəndi, sən içindən su aparırsan, mən bilmirim, öz eşitdiyimə görə də bu kənd, həmən o kəndə su getmir. Belə getməli, belə getməli, yəni kəndinə cəmaatdan getmir. Kimsə, yəni bir vətəndaş deyir, dəstək neçə min hektarı var, ona gedir. Yəni mən boşa deyirəm, kimdir ki, yəni belə? Yəni sən bir cəmaatdan sən su aparsan, sən kimsən ki? Bax, mənim də müraciətim budur, mən də istəyirəm, su sulamaq istəyirəm də.